mən də sizi salamlayıram. Bütün Kürdəmir əhlini salamlayıram. Mən də özüm Kürdəxanlıyam. Bir dəfə bir uşaq vaxtlarım idi. O vaxtda da əskərliyə hamısı Biləcəridən gelirdi. Mənim də əmim oldu, əskər gedirdi. O yola salma ayırmışdır. Evə qaydanda taksiyə bindi. Hara aparacaqsın? Kürdəxanıya. Dedim, bu bayıla qalxır. Kürdəxanı bir yanda olsam bayıla qaçıqarsın. Bir mənə dedim, Kürdəmirə verirsiniz. Bizim kətlərin, rayonun, şəhərin, məkanların adı birdir. Kürdəmir, kürəyə gətirələ bək deməkdir. Kürdəmir oğlunlarım, mən çox tanıyıram. Mən Kürdəmirlərlə qohumluğum da var. Kağar kəndində yaxın dostlarım, qohumlarım var. Yəni Kürdəmir yetişdirir. Kürdəmir aram deyil, amma bəkdir. Mərkəzi aramdır, dağ aramdır. Kürdəmir, Allah rəhmət eləsin, Şakir kimi sənətkar yetişdirir ki, rəhmətli Şakir bizim kəndimizdə də toylarda iştirak edib. Yəqin onu mən görməmişim. Söhbət edirlər. Şakir deyib ki, mən bilsəydim aşıqlar dalay-dalay edəcək, heç aşıqlıq eləməzdi. Şakir həqiqətən gözəl sənətkar olub. Mən Kürdəmir torpağının çox yetişdirmələrinin adını çəkərəm. Mənim üçün Kürdəmirin bütün əhalisi, hamısı əzizdir və hörmətlidir.